Salam əziz abituriyentlər. Deməli, ərəblərin Azərbaycan ağalığı dövründə baş verən proseslər haqqında danışırıq, müqavilələrdən danışırıq. Albaniya dövləti ümumiyyətlə vilayətlər əyalətlərə bölünmüş. Ərəblər Ərdəbil əhalisi, Ərdəbil canişini İsfəndiyanla 644-cü il müqaviləsinə görə əhali imkan daxilində can cizyə vergisini verməli idi. Qadın, uşaq, qocalar həmin vergidən azad oldular. Lakin əhali buna üsyan qaldırdı. 644-45-də Xəlifə Osmanın başına hücum oldu. Müqavilənin şərtləri biraz da ağırlaşdırılmışdır. Sonra ərəblər Muğan əhalisini 644-də müqavilə bağlayıb. Hər həddi bulğa çatanlar 1 dinar məbləğində pul, sonra bir gün bir gecə evində saxlamalıydılar və azanda yol göstərməli idilər. Ərəblər Dərbənd əhalisini vergilərdən, can vergisindən azad etdi. Həmin zaman Dərbənd hakimi Şəhriyar olmuşdur. Səbəbi Dərbənd əhalisi ərəb ordusunda xidmət edib bütpərəstlərə qarşı mübarizə aparmalıdır. Deməli, Albaniya hökmdarı Cavanşir 654-cü ildə Bizans İmperatoru 2-ci Konstantin ərəblərə qarşı müqavilə bağlasa da, Bizans şərti axıra qədər əməl etmədi. Cavanşir 665-ci ildə Xəzər xaqanı ilə müqavilə bağlayıb, qızı ilə evlənib, asılılığı qəbul etdi. Xəzərlər bunun müqabilində ələ keçirdiyi qənimət, əsir, mal-qaranı geri qaytardılar. 667 və 670-ci ildə Şam və yaxud da Dəməşq müqaviləsi ərəblərlə albanlar arasında imzalandı. O zaman ərəb xəlifəsi 1-ci Muaviyə idi. Müqaviləyə görə vergilər bir qədər azaldıldı və Albaniyanın daxili müstəqiliyinə toxunulmadı. Cavanşirə bu hörmətin səbəbi şəxsi nüfuzu və strateji coğrafi mövqeyi idi Albaniya dövlətinin. Sonra danışırıq nədən? Danışırıq ərəblərin gəlişinə qədər Cənubi Azərbaycan mərkəzi Ərdəbil şəhəri olmuş. Ərəb-Xəzər müharibəsindən sonra isə Marağa şəhəri olmuşdur. Ümumiyyətlə Xəzərlərin Azərbaycan 8-ci əsr sonunda Ərəb-Xəzər müharibəsi başa çatdı və Xəzərlər Azərbaycan torpaqlarını tərk etmişdilər. Həmin dövrdə Azərbaycan şimal sərhədi Dərbənd, cənub sərhədi Zəncana qədər çatmışdır. Gəlin mövzunu möhkəmləndirək. Deməli dedik ki, ərəblər hansı şəhəri vergidən azad etdilər? Dərbənd. Dərbənd hakimi kim idi? Şəhriyar. Dərbənd əhalisi bu müqamda nə etməli idi? Ərəb ordusunda xidmət etməli və bütpərəstlərə qarşı mübarizə aparmalı idilər. Bəs Ərdəbil canişinlə imzalanan müqavilənin şərti əhali imkan daxilində can cizyə vergisi verməli idi və qadın, uşaq, qocalar vergidən azad olunurdular. Bəs Muğan əhalislə imzalanan müqavilənin şərti nə idi? 644-də imzalanmışdır. Bir gün bir gecə ərəb ordusu qoşunu evdə xidmət olunmalı. Sonra azanda yol göstərməli, hər həddi bulğa çatan 1 dinar pul verməli idilər. Deməli, Albanlarla Bizans arasında müqavilə 654. Həmin zaman Bizans İmperatoru 2-ci Konstantin. Alban-Xəzər müqaviləsi 665. Şərti Cavanşir Xəzər xaqanının qızı ilə evləndi, asılılığı qəbul etdi və Xəzərlər ələ keçirdiyi qənimətləri geri qaytarmışdılar. Bəs Alban-Ərəb müqaviləsi 667 və 670. Müqavilənin adı Şam və yaxud da Dəməşq. Şərti vergilər 1/3 qədər azaldıldı və Albaniyanın belə deyək, daxili məsələsinə toxunulmadı. Bunun səbəbi Cavanşirin şəxsi nüfuzu və Albaniyanın strateji coğrafi mövqeyi olmuşdur. Albaniya dövləti nə vaxt süqut etmişdir? 705-ci ildə. Kimlər tərəfindən? Ərəblər. Son Alban hökmdarı kim olmuşdur? Varaz Tridat olmuşdur. Mövzumuz bundan ibarət idi. Sağ olun əziz abituriyentlər.